Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Aray Karutunyan, Bakusakyan, Arkadiy Qukasyan, David Babayan, David İşxanyan və digərlərinin barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi iş üzrə keçən sənədlərin elanı ilə davam etdirilir. Hazırki mərhələdə əsasən 2020-ci il və ondan sonraki dövrdə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət faktları üzrə toplanmış sənədlər elan olunur. Həmin sənədlərin böyük bir hissəsi Ermənistanın Azərbaycana qarşı bu apardığı təcavüzkar müharibə nəticəsində kənardan cəlb etdiyi muzlu döyüşçülərlə bağlıdır. Qeyd olunur ki, həm 1-ci Qarabağ müharibəsi dövründə, həm də 2-ci Qarabağ müharibəsi dövründə eyni zamanda bu aralıq müddətində də Ermənistan Azərbaycana qarşı döyüşmək üçün xaricdən, müxtəlif ölkələrdən çoxlu sayda muzullar cəlb edib. Və istintaq materiallarında da qeyd olunur ki, xüsusilə də 2020-ci ilin iyulunda Ermənistan Azərbaycana qarşı bu muzlu döyüşləri müxtəlif ölkələrdən cəlb etmək üçün xüsusi olaraq təyyarə reysləri təşkil olunub, bununla bağlı xüsusi təyinat nöqtələri təyin olunub, erməni icması nümayəndələrinə bununla bağlı müraciətlər ünvanlanıb, geniş təbliğat aparılıb və bundan sonra həmin muzullar toplanaraq Ermənistana gətirilib. Burada isə onlar silah-sursatla, hərbi səhra geyimləri ilə təmin olunduqdan sonra təlimlər keçiblər və Azərbaycanın suveren ərazilərinə, o zaman işğal altında saxlanılan Azərbaycanın suveren ərazilərinə göndəriliblər. Bundan sonra isə həmin muzullar müxtəlif əməliyyatlarda, xüsusilə də Suqovuşanda gedən əməliyyatlarda, Xocavənddə gedən əməliyyatlarda və digər əməliyyatlarda Azərbaycana qarşı döyüşüblər. Bu cür faktlar, subutlar iş üzrə sənədlərdə 1-ci Qarabağ müharibəsi ilə də keçir və qeyd olunur ki, həmin dövrdə də Ermənistan kənarda, xüsusilə də terror təşkilatlarından müxtəlif erməniləri cəlb edərək, müxtəlif terror təşkilatlarından olan adamları cəlb edərək onları Azərbaycana qarşı döyüşməyə cəlb ediblər. Məhkəmə prosesi açıq keçirilir. Eyni zamanda təqsirləndirilən şəxslər də müxtəlif vəsadətlərlə çıxış edirlər. Onların vəsadətlərinin təbii ki, qanun hüquq çərçivəsində olanları təmin olunur və qeyd edək ki, prosesdə onların hüquqlarını müdafiə edən vəkillər də müxtəlif vəsadətlər təqdim edirlər. İş üzrə keçən çoxsaylı fotomateriallar var, subutlar var, video materiallar var ki, onlar da prosesdə elan olunur və nümayiş etdirilir. Açıq keçən məhkəmə iclasını media nümayəndələri də izləyirlər və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq. Hələlik isə bu saata Bakı Məhkəmə kompleksindən çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.